Passiv gəlir çıxmazı ifadəsini eşitmisiniz? Hətta çoxu deyir ki, passiv gəlir vacibdir. Onu yaratmaq üçün biznes qurmağın vacibliyindən və s. danışırlar. Amma maraqlısı odur ki, insanların böyük əksəriyyəti ömür boyu real passiv gəlir yarada bilmir. Bəs niyə? Niyə passiv gəlir yaratmaq bu qədər çətindir? Məhz buna passiv gəlir çıxmazı deyirlər. Gəlin bunu başa düşmək üçün bir neçə qrafikin üzərindən keçək və izah edeyim. Aşağıda gördüyünüz qrafikdə qazancla zamanının asılılığı göstərilib və o düz xətt bizim minimal xərclərimizi göstərir. Bunlara aiddir sadəcə həyatda qalmaq üçün olan xərclər. Kirayə, yemək, nəqliyyat, kommunal xərcləri, mənə aid olmasa da toya gedəndə atılan pul. Və fakt budur ki, bu xərclər qaçılmazdır. İkinci qrafikdə maaş göstərilib. Bir insan işləməyə başladığı dövrdən etibarən maaş alır. Və bu maaş mütəmadi olaraq artır və sabit şəkildə davam edir. İndi isə üçüncü qrafikə baxaq. Bu qrafikdəki mavi əyri xətt passiv gəliri göstərir. Passiv gəlirin əsas fərqi odur ki, o miqyaslana bilir. Yəni maaş kimi mütəmadi sabit formada artmır və sabit formada qalmır. Passiv gəlir düzgün qurularsa çox daha sürətli artır. Miqyaslana bilməyin nə demək olduğunu növbəti videolarda daha ətraflı danışacağıq. Qısaca desək, məhdud resurslardan az asılı olan və rahatlıqla genişlənə bilən biznes növüdür. İndi isə bütün xəttlərin göstərildiyi qrafikə nəzər yetirək. Bu ştrixlənmiş hissə passiv gəlir çıxmazı adlanır və deyir ki, insanların böyük əksəriyyəti passiv gəlir yaratmağa başlaya bilmir. Çünki onların iş həyatına başlayar-başlamaz qarşılamalı olduğu bəzi xərclər var. Və bu xərclər ödəmək üçün məcburi olaraq insan maaşlı işə başlayır. Nəticə olaraq vaxt və enerji azalır, risk almaq çətinləşir. Elə baxın bu səbəbdən də insanların böyük əksəriyyəti ömür boyu passiv gəlir yarada bilmir. Bəs çıxış yolu nədir? Çıxış yolunu növbəti videoda danışacağıq. Əgər video çox maraqlıdırsa, YouTube kanalımda bu mövzu üçün ayrıca çəkdiyim uzun videoya baxa bilərsiniz. Növbəti videolarda görüşənədək.